Salam əziz altıncılar. Bu videoda sizə Roma ilə bağlı izahın ikinci hissəsini təqdim edirəm. Ümid edirəm ki, sizin üçün yararlı videolar. Parçala və hökmranlıq et. Roma ordusu əsasən hərbi xidmətə çağırılan kəndlilərdən, yəni plebeylərdən təşkil olunmuşdu. 4500 nəfərlik döyüşçü legion adlanırdı. Legionun əsas gücü ağır silahlı piyadalar idi. İtaliyada ondan çox tayfa yaşayırdı. Öz gücünə arxalanan Romalılar onların yaşadığı əraziləri işğal etməyə başladılar. Senat tabe etdiyi tayfaları bir-biri ilə savaşdıraraq onların Roma əleyhinə birləşməsinə imkan vermirdi. Senatın qaydası belə adlanırdı: parçala və hökmranlıq et. Senat Romada Ağsaqqallar Şurasının adı idi. Həm padşahlıq, həm respublika, həm də imperiya dövründə senat fəaliyyət göstərib. Senatın üzvləri varlı şəxslərdən, yəni patrislərdən ibarət idi. Keçək İtaliyanın işğallarının davamına. Romanın işğallarının davamına. İtaliyanın işğalını başa çatdıran Roma indi isə Siciliya adasını tutmaq istəyirdi. Lakin burada o, Afrikanın şimalında yerləşən başqa bir güclü dövlətlə Karfagenlə toqquşmalı oldu. Yenə də xəritəyə baxırıq. İstədikləri yer bu ərazi idi. Siciliya. Vuruşan dövlətlər Roma ilə Karfagen idi. Onların müharibəsi eramızdan əvvəl 3-cü əsrdə başlayıb, ta 146-cı ilə qədər davam etmişdi. Bu müharibənin sonunda Roma qalib gəlmiş, Siciliya adasını ələ keçirtmiş, əlavə olaraq Sardiniya və Korsiska adalarını ələ keçirtmiş, eyni zamanda Karfagenin də varlığına son qoyaraq o dövləti də işğal etmişdi. Daha sonra Roma işğalları davam elədi. Suriyanı ələ keçirtdi, Makedoniyanı, Yunanistanı ələ keçirtdi və Aralıq dənizində ən qüdrətli dövlət oldu. Burada bir maraqlı məlumat var. Romalılara qarşı Yunanlara köməyə gələn kiçik bir Yunan ölkəsinin hökmdarı Pir böyük bir ordu ilə gəlsə də, sonda ordunun böyük bir qismini itirir. Hətta döyüşdən sonra ordusuna baxanda deyir ki, bir də belə bir qələbə qazansam, ordumu itirəcəm. Yəni, sonradan bu tarixdə qalır Pir qələbəsi, məğlubiyyətə bərabər qələbə. Qalib sərkərdənin Roma şəhərinə təntənəli şəkildə daxil olma mərasiminin adı Triumf idi. Bu işğallar haqqında isə artıq danışdım. Punu müharibələri, Siciliya, Sardiniya, Korsiskanın işğalı, Suriyanın, Makedoniyanın və Yunanistanın işğalından danışdıq. Romada qullara danışan əmək alətləri deyirdilər. Qədim dünyanın heç bir ölkəsində Roma qədər qul yox idi. İşğalçı müharibələri genişlənəndən sonra təbii ki, qul gətirilməsi də artdı. Həm əsirlər qula çevrilirdi, həm də yerli əhali, torpaqsızlaşan, borcunu verə bilməyən əhali də qula çevrilirdi. Qulların bir qismi də var idi ki, güclü, döyüşkən qulları aparırdılar qladiator təlimlərinə, məktəblərinə. Orada onlara təlim keçib, güclü döyüşməyi öyrədib, daha sonra tamaşalar təşkil edirdilər xalq üçün, amfiteatrlar, orada onları döyüşdürürdülər. Adətən məğlub qladiatorun sonu ölüm idi. Amma tamaşaçılar əgər baş barmaqları ilə əla işarə göstərsəydilər, o qladiator ölməyə bilərdi. Gladiator həm də latın dilində qılınc deməkdir. Qıraq qardaşlarının islahatları. Hər şeydən qabaq aydınlaşdıraq, kim idi bu qıraq qardaşları, vəzifələri nə idi? Vəzifələri tribun idi. Plebeylər Romada 200 ildən çox öz hüquqları uğrunda mübarizə apararkən, onlara tribun seçilmə ixtiyarı verilmişdi. Tribun plebeylərin hüquqlarını müdafiə edir, onlar əvəzində danışır, hətta plebeylərlə bağlı qərarlara veto qoya bilərdilər. Bəs niyə kəndlilərin, yəni plebeylərin vəziyyəti pisləşmişdi? Qul əməyindən geniş istifadə elədiklərinə görə quldarlar artıq kəndlilərin məhsulları satılmırdı. O məcbur qalıb kəndli öz torpağını da varlılara, yəni quldarlara ucuza satırdı. Torpaqlarını, evlərini, eşiklərini itirirdilər plebeylər. Və 133-cü ildə xalq tribunu seçilən Tiberi Qıraq yeni torpaq qanunu təklif elədi. Nə deyirdi? Loru dildə deyim. Deyirdi ki, ən azından varlıların da
əmlaklarının bir məhdudiyyəti olsun. Heç olmasa quldarlar, yəni varlılar 250 hektar torpağa malik olsunlar. 250 hektar məhdudiyyət qoyulsun onlara və 250 hektardan qalan artıq torpaqlar isə yoxsullara paylansın. Senat bu təklifi bəyənmədi. Niyə? Çünki Senatda kimlər əyləşmişdi? Varlı patrisilər. Amma xalq yığıncağı bu qanunu qəbul etdi. Daha sonra isə Tiberiyə böhtan atdılar. Dedilər ki, güya o respublikaya son qoymaq istəyir. Tiber padşah olmağı qərarlaşdırıb. Ona görə də onu öldürdülər. Daha sonra onun qardaşı Qayqıraq tribun seçildi. O da kəndlilərə torpaq paylanmasını istəyirdi. Hətta dövlət anbarlarından kəndlilərə pulsuz taxıl paylamışdı. Lakin Senat Roma qoşun yeritdi. Qayqırağın üzərinə küçə döyüşlərində Qay və tərəfdarları öldürüldü. Çox keçmədi ki, pleybeylərlə bağlı qəbul olunmuş yaxşı qərarlar ləğv olundu və varlılar torpaqları yenidən satışa çıxartdılar. Baxın, burada həmən Tiberinin xalqa müraciəti. Hətta Tiberi deyirdi ki, vəhşi heyvanların da yurdu, yuvası var, amma Roma uğrunda vuruşan pleybeylərin evi, yurdu, yuvası yoxdur. Xüsusilə də bu hissə diqqətimi cəlb elədi. Əskərlər başqalarının cah-cəlalı sərvəti uğrunda vuruşub həlak olurlar. Onlara kainatın ağası deyirlər. Halbuki onların özlərinin bir parça torpağı belə yoxdur. İndi isə qulların üsyanından danışacağıq, yəni Spartakın üsyanından. Kəndlilərin etirazlarından məlumatımız oldu. Tarixdə qul üsyanları da baş verib, nəinki kəndli üsyanları. Kapuya şəhərində böyük qladiator məktəbi var idi. Eramızdan əvvəl 74-cü ildə burada qullar üsyan qaldırdı. Üsyana ağıl və cəsarəti ilə seçilən Spartak rəhbərlik eləyirdi. İtaliyanın hər yerindən Spartakın yanına qullar axışıb gəlirdi. Spartak Roma ordusunda güclü ordu yaratmışdı, nizam-intizam təşkil etmişdi burada. Hətta Spartakın üzərinə iki konsulun başçılığı ilə qoşun yeridildi. Tez mən düşünürəm, iki konsul. Konsul kimlərə deyirdilər? Konsul Respublika dövründə Romanı idarə edən, bir ildən bir seçilən insanlara deyirdilər. Bir də təkrarlayıram, Romada Respublika dövründə Romanı iki konsul idarə edirdi və bir ildən bir seçilirdi. Xalq seçirdi. Spartak onların birləşməsinə imkan vermədən hər ikisini ayrılıqda məğlub etdi. Belə olduqda Senat üsyançılara qarşı yeni, daha böyük ordu göndərdi. Ordunun komandanı varlı Kras idi. Spartak Siciliya adasına keçmək istəyirdi. Lakin dəniz quldurları bunun üçün haqq alsalar da Spartakı aldatdılar. O adaya keçə bilmədi. Krasın qoşunu onun Spartakın geriyə yolunu kəsib üsyançıları tələyə saldı. Spartak üsyançılara dedi, acından ölməkdənsə qılınc zərbəsindən ölmək daha yaxşıdır. Üsyançılar Krasın ordusuna hücum etdi. 71-ci ildə döyüş baş verdi. Spartak burada həlak oldu. Qulların mərdliklə vuruşmasına baxmayaraq Krasın və Pompeyin legionları tərəfindən darmadağın edildilər. Kapuyadan Romaya gedən yol boyunca 6000 qul çarmıxa çəkildi. Bu da tarixdə baş vermiş qul üsyanı idi. Romaya qarşı idi. Başçısı Spartak idi. Eramızdan əvvəl 74-71-ci illərdə baş vermişdi. Burada da maraqlı bir fakt var. Spartakın dəstəsi Vezuvi dağında məskən saldı. 3000 Roma döyüşçüsü oranı mühasirəyə alıb qayadan düşən yeganə cığırı tutdular. Qullar üzüm tənəklərindən nərdivan hörüb gecəykən sıldırım qayadan aşağı indilər. Romalılar burada keşikçi qoymamışdılar. Üsyançılar qəflətən Romalıların üzərinə atılıb onları darmadağın etmişdilər. Yəni bu üsyan neçə il davam elədi? Qulların üsyanı 3 il. 74-də başlayıb 71-də başa çatdı. Və bu qul üsyanının yatırtmaq üçün Senat kimi göndərmişdi? Krası. Püşk atılmışdır. Spartak üsyanının yatırılmasından sonra Kras və Pompey Romada hakimiyyət uğrunda mübarizə aparırdı. Kimlə kim? Krasla Pompey.
mübarizəyə əlavə olaraq Yuli Sezar da qoşulmuşdu. O, özünün konsul seçilməsinə nail oldu. Konsul, yenə qeyd edirəm, konsulluğun müddəti çox deyil axı, 1 il. Amma Sezar ömürlük hakimiyyət istəyirdi. O 1 il hakimiyyət ona kifayət eləmirdi. Konsulluq müddəti bitəndən sonra Sezar Qaliyaya canişin göndərildi. Qaliyanı işğal etdikdən sonra Sezar Romada ali hakimiyyəti ələ keçirmək üçün fəaliyyətə başladı. Eramızdan əvvəl 49-cu ildə Sezarın qoşunları Roma üzərinə hərəkət etdi. Qaliya sərhədini keçmək Respublikaya qarşı qiyam idi. Öz niyyətini xeyli götür-qoy edəndən sonra, bütün mümkün nəticələri düşünəndən sonra Sezar nəhayət dedi: "Püşk atılmışdır. Yəni artıq qərar verilib." Eramızdan əvvəl 49-cu ildə Sezar Romada hakimiyyəti ələ keçirdi. Bu həm də Respublikaya qarşı qiyam idi. Qiyam sözünü yadda saxlayın. Qiyamın üsyandan bir fərqi odur ki, qiyam hakimiyyəti ələ keçirmək üçün olan cəhdə deyirlər. Senat qoşunlara komandanlığı Pompeya tapşırdı. Kimə? Pompeya tapşırdı. Lakin o müdafiəni təşkil edə bilmədi. Sezar Romanı ələ keçirdi, İtaliyanı tutdu. Pompeyin topladığı böyük ordu da Sezar tərəfindən darmadağın edildi. Sezar tərəfdarları ilə Pompey tərəfdarları arasında gedən vuruşmalar Romanın öz vətəndaşları arasında getdiyi üçün bu müharibələrə vətəndaş müharibələri deyirdilər. Bütün Roma Respublikasında öz hakimiyyətini qurmaq üçün Sezar Avropa, Asiya və Afrikada müharibələr apardı. Qalib gəldikdən sonra o Romaya qayıtdı. Senat, Ağsaqqallar Şurası yəni, Sezarı ömürlük diktator təyin etdi. Tam hakimiyyətə malik olan deməkdir diktator. Hərbi hakimiyyət. Ona hökmdar kimi ehtiram göstərilirdi. Onun heykəlləri tanrıların heykəlləri ilə yanaşı qoyulurdu. Metal pulların üzərində onun şəkli həkk olunurdu. Sezarın təkbaşına hakimiyyətindən narazı olan senatorlar 44-cü ildə ona qarşı qəsd təşkil elədilər. Respublika tərəfdarlarının hazırladıqları qəsdin başında Sezarın dost hesab etdiyi Prut da dururdu. Senatın icrası zamanı qəsdçilər Sezara 23 xəncər zərbəsi vuraraq onu öldürdülər. Hətta son zərbəni vuranlardan biri də Prut idi. Bu da tarixdə belə ifadə ilə qalıb: "Sən dəmi Prut." Yəni Sezar son dəfə ona müraciət eləyir ki, "Sən dəmi Prut." Sezarın Romada daimi təkbaşına hakimiyyət qurmaq cəhdi boşa çıxdı. Lakin bu respublikanın çox da möhkəm olmadığını göstərdi. Roma artıq monarxiya yoluna qədəm qoyurdu. Gəlin xatırlayaq, padşahın hakimiyyəti ömürlük olsa da irsi deyildi. Konsulun hakimiyyəti cəmi 1 ildir. 1 ildən sonra başqa adamlar seçilirdi konsul. Hətta Respublika dövründə Sezar özünü diktator elan eləmişdi. Eramızdan əvvəl 49-44-cü illərdə o Romanı tam idarə edirdi, tam hakimiyyətə malik idi. Amma 44-cü ildə Sezarı öldürdülər. Senat qalib gəldi. Sezar tək başına hakimiyyət qurmaq istəyirdi, amma 44-cü ildə bu niyyəti puça çıxdı. Və artıq göstərirdi ki, hər şey respublika o qədər də güclü deyil və artıq Roma monarxiyaya meyl edir. İmperiyanın yaranması. Qəsdçilər Romada özlərinə tərəfdar tapa bilməyib qaçdılar. Sezarın köməkçisi Antoni və varisi Oktavian respublikaçılara qarşı çıxaraq onları məğlub etdilər. Qaliblər Roma dövlətinin idarəsini isə öz aralarında bölüşdürdülər. Onda belə çıxır ki, Romada Sezar hakimiyyəti ələ keçirtmişdi. Onun hakimiyyəti senata qarşı idi, respublikaya qarşı qiyam idi. Burada isə Sezarın qatillərindən intiqam alan 2 nəfər var. Antoni və Oktavian Avqust. Onlar Sezarın qatillerini cəzalandırırlar, Sezarın intiqamını alırlar.
Sonra isə Roma imperiyasını qeyri-rəsmi olaraq iki yerə bölürlər. Misir hökmdarı Kleopatra ilə evlənən Antoni şərq əyalətlərini idarə edir və İskəndəriyyədə yaşayırdı. Oktavian isə dövlətin qərb əyalətlərini idarə edirdi. Onlar arasında rəqabət bir müddət sonra müharibəyə səbəb oldu. Baxın, müttəfiq kimi Sezarın intiqamını almışdılar. İndi isə özləri müharibə aparırlar. Kimlə kim? Antoni ilə Oktavian. Eramızdan əvvəl 31-ci ildə Akstiburun yaxınlığında baş verən dəniz döyüşündə Oktavian qalib gəlir. Onun ordusu eramızdan əvvəl 30-cu ildə İskəndəriyyəni tutur və Misir də Romanın əyalətinə çevrilir. Bununla da Romada vətəndaş müharibələri başa çatır. Oktavian Romanın tək hakimi olur. Senat daha sonra ona Avqust fəxri adını verir, yəni müqəddəs. Və eramızdan əvvəl 27-ci ildən Roma dövləti imperiya adlanmağa başlayır. Onda belə çıxır ki, eramızdan əvvəl 509-cu ildən etibarən yaranan respublika dövrü 27-ci ildə rəsmən imperiya ilə əvəz olundu. Konsul və tribunlar Oktavianın əmrlərini sözsüz yerinə yetirirdilər. Yalnız onun təyin etdiyi adamlar senator ola bilərdi. Oktavian Avqustun qoyduğu idarə etmə qaydası ölümündən sonra da saxlanıldı. Romanı imperatorlar ya da hakimiyyəti belə deyək, varisliyi ilə ötürürdülər, yaxud qoşunun köməyi ilə ələ keçirilmiş şəxslər idarə edirdi Romanı. Romada respublika artıq başa çatdı. Quldarlıq təsərrüfatının tənəzzülündən danışaq, mədəniyyət qalsın növbəti mövzuya. Romada elmi biliklərin inkişafı nəticəsində su dəyirmanları tikməyi öyrənmiş, çotan, öküzlə hərəkətə gətirilən biçin alətləri ixtira olunmuşdu. Lakin bu qiymətli əmək alətlərini qullara etibar etmirdilər. Çünki öz işlərinə nifrət bəsləyən qullar həmin o əmək alətlərini sındırırdılar, işlərinə maraqları yox idi, ümumiyyətlə ləngiyirdi, kənd təsərrüfatında inkişaf yox idi. Və qərarı alırlar ki, qulların öz əməklərinə, işlərinə maraqlarını artırsınlar və həmən qullara icazə verirlər ki, ailə qursunlar, özlərinə ev tiksinlər, bundan sonra da daxmalı qullar yaranır. Daxmalı qullara hətta torpaq icarəyə götürməkdə icazə verilmişdi. Kolon kəndli idi, o da torpaq icarəyə götürürdü, amma kolon şəxsi azadlığı var idi. Qul isə torpaq icarəyə götürürdü, şəxsi azadlığı yox idi. Eyni zamanda 2-ci əsrdə Romada qulun öldürülməsi qadağan olunmuşdu. Bu iki məsələ göstərirdi ki, yavaş-yavaş Romada quldarlıq sona çatır. Nəyin yaranması? Daxmalı qulların yaranması, bir də nəyin qadağan olunması? Qulların öldürülməsinin qadağan olunması. Dərsimiz bu qədər. Ümid edirəm ki, tam başa düşdünüz, qeydlərinizi apardınız. Bir daha suallar verim sizə ki, daha da möhkəmləndirəsiniz. Demək, Roma Siciliya adası uğrunda hansı dövlətlə müharibə aparmışdı? Karfagenlə. Roma, Karfagen, Siciliya, Sardiniya, Korsiska adalarını da eramızdan əvvəl 2-ci əsrdə tutdu. Makedoniya, Yunanistanı da. Belə çıxır ki, eramızdan əvvəl 2-ci əsrdə Aralıq dənizində ən qüdrətli ölkə hansı idi? Təbii ki, Roma. Məğlubiyyətə bərabər qələbəyə nə deyirlər? Pir qələbəsi. Qalib sərkərdənin təntənəli şəkildə şəhərə daxil olması nə adlanır? Triumf. Pun müharibələri nə vaxt başa çatıb? Eramızdan əvvəl 146-cı ildə. Güclü bir-birlərinlə döyüşməyə məcbur edilən qullar necə adlanırdı? Gladiator. Böyük tamaşa yeri? Amfiteatr. Tiberi qıraq, Qay qıraqın vəzifəsi nə idi? Tribun. Onlar kimlərə torpaq verilməsini istəyirdilər? Plebeylərə. Spartakın üsyanı neçənci illərdə oldu? 74-71-ci illərdə. Spartakın son sözləri nə oldu? Acından ölməkdənsə qılınc zərbəsindən ölmək daha üstündür. Spartakın üsyanı kim yatırtdı? Kras. Krasla Pompeyin konsul olmaq uğrundakı mübarizəsinə həm də kim qoşulmuşdu? Sezar qoşulmuşdu.
Sezarın diktaturası neçənci illərdə oldu? 49-44-cü illərdə. Sezarın intiqamını kimlər aldı? Antoni və Oktavian. Onlar imperiyanı öz aralarında böldülər. Antoni kimlə evlənmişdi? Misir kraliçası ilə. Antonini Aksi döyüşündə kim məğlub etdi? Oktavian. Oktavian daha sonra hansı adı aldı? Avqust, yəni müqəddəs. Quldarlıq dövrünün tənəzzülünü nə göstərir? Daxmalı qulların yaranması və qulun öldürülməsinin qadağan olunması. Növbəti hissəni isə növbəti videoda izah eləyib sizə paylaşacağam. Növbəti izahda görüşənə qədər.